Gəncədə 29 yaşlı oğlan 17 yaşlı yeniyetməni öldürüb. Ələddin Fərzəliyev özündən 12 yaş kiçik olan Əziz Qurbanovu söyüş üstündə qətl yetirib. Belə ki, marketin yaxınlığında Əziz Ələddini təhqir edib, baldırını bıçaqlayıb. Sonra isə 17 yaşlı yeniyetmə səki daşı ilə Ələddinin baş nahiyəsinə vurub. Bundan hiddətlənən Ələddin həmin gün saat 01:45-də idarə etdiyi Vaz 21074 markalı avtomobilin ön tərəfi ilə Əziz Qurbanovu qəsdən vurub. Müxtəlif dərəcəli xəsarətlər alan Əziz ölüb. Ələddin Fərzəliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs bildirib ki, Əziz Qurbanovla əvvəllər aralarında heç bir mübahisə olmayıb. Əziz bıçaqla ayaq nahiyəmə zərbə endirdi. Həmçinin səki daşını götürərək başıma vurdu. Özümdə olmadan avtomobilə əyləşdim və onu vurdum. Atama zəng edərək hadisə yerinə çağırdım və mərhumu xəstəxanaya apardılar. Sonra polis şöbəsinə gedərək təslim oldum. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələddin 9 il müddətinə azadlıqdan məhrum edilib.